Yorğunuq, üşüyürük, saçımız tökülür, motivasiyamız yoxdur. Səbəb nədir bəs onda? Analiz normaldır, amma mən yaxşı deyiləm. Tiroid hormonlarımız norma daxilindədir. Amma niyəsə yenə özümü pis hiss edirəm deyirsinizsə, onda bu videoya sona qədər baxın. Analizinizə baxmısınız, TSH normal, hərə bir söz deyir, biri yaxşıdır deyir, biri deyir ki, yox, ətraflı müayinə lazımdır, amma bədən tam başqa bir şey danışır. Yorğunuq, üşüyürük, saçımız tökülür, motivasiyamız yoxdur. Səbəb nədir bəs onda? Səbəb yalnız tiroid funksiyasına bağlı deyil. TSH hormon funksiyasının bir hissəsini göstərir. Hormonların bədənin işlənməsi üçün isə 3 mərhələ lazımdır. İfrazı, onun konversiyası və hüceyrə səviyyəsində istifadəsi. Bu zaman TSH normal olsa da T4-ün T3-ə çevrilməsi zəif ola bilir. Və yaxud digər hormonlar, biokimyəvi markerlərdə dəyişikliklər var ki, bu da hüceyrədə onun aktivləşməsinə mane olur. Hüceyrədə reseptor həssaslığı zəif ola bilər və yaxud stres zamanı kortizol yolu ilə tiroid funksiyası susturula bilər. Bədən bu zamanda belə bir siqnal verir. Analiz normaldır, amma mən yaxşı deyiləm. Ən vacib də odur ki, analizin normal olması hələ funksional olaraq tam normal olmaq demək deyildir. Orqanizminizi ona görə də təkcə TSH müayinəsi ilə qiymətləndirməyin. Bütün sistemi bir rəqəmlə göstərmək mümkünsüzdür. Bədən sizə analizlə yox, simptomla danışır. Simptomu isə orqanizmin sizə verdiyi və orqanizmin sizinlə danışdığı bir kliniki dildir. Orqanizminizi dinləməyi, həyatınızı ona uyğunlaşdırmağı öyrənin. Çünki həyat insana bir dəfə verilir və bunun keyfiyyətli yaşanması hər birimiz üçün vacibdir. Özünüzdən müğayət olun.